Mən də həmin vaxtlar ərzində sadəcə mənim yol pulumu verirdilər, səhər gəlib, axşam getmək pulumu. Yəni başqa bir istəyim də yox idi zaten onlardan, yəni. Mən gedirdim, kompüterləri götürürdüm, aparırdım, təmin edirdim. Orada müəyyən bir prosesləri öyrənirdim. Yəni inkişaf etmək üçün, yəni bunlar hamısı görmək üçün, bilmək üçün. Sən işin içinə girməyənə qədər, işin içində olmayana qədər ümumiyyətlə bilmirsən nə baş verir. Yəni biz ümumiyyətlə savaşmaq, həyata atılmaq tamamilə başqa bir şeydir. Yəni sən bunu başa düşməlisən ki, sən heç kimdən dəstək almayacaqsan, heç kimdən kömək almayacaqsan və özünün öz ayaqlarının üzərində duracaqsan, inkişaf edəcəksən, inkişaf elətdirəcəksən, qazanacaqsan və qazandıracaqsan. Yəni bu niyyətlərin içində tutduğun zaman həyatda sənə bir şeylər gətirməyə başlayır. Mən deyərdim ki, hər şey insanın niyyətlərinə bağlıdır. İnsanın niyyətləri bilirsiniz necədir? Bu, bilirsiniz, kəndlərdə bu alma yığılır. Almanı yığandan sonra onu çardağıda otun üstə qoyulur. Otun üstə o almalar qış boyu qalır orada. Və o almalardan birini çürük tutanda, o başlayır bütün almalara onun yansımasını verməyə. Bütün meyvələr çürüməyə başlayır. Bax, bizim niyyətlərimiz də, bizim aldığımız hədəflər də, yollar da belədir. Biz içimizdəki niyyətlərimizi, ruhumuzu sağlam tutmalıyıq ki, istədiyimiz hədəflərə çata bilir. Dünyadakı uğurlu insanlara baxın. Yəni, onlar hamısı çalışmış, vuruşmuş, çətinliklərdən keçmiş. Hər kəsin həyatında bu kimi proseslər olmalıdır. Və əslində baxanda bizi xoşbəxt edən şey də əslində bu da yəni, savaşımız, verdiyimiz mücadilədir. Mücadilən varsa sən xoşbəxtsin. Bu günlərim Tanrı sənə hər şey verib, inan ki deyirəm. O qədər gözəl şeylər var ki həyatda, yaşayası, başa düşəsi, anlayası. Yəni tək lazım olan şey həyata gözəl baxmağı bacarmaq lazımdır.